Mənzurə Musayeva. Mənzurə Musayeva deyir, əməliyyat etdirmişəm. Üzümün bir tərəfi yuxarı belə gedir, dartılır. Bir digər hissəsi aşağı, uğursuz əməliyyat. Mənzurə xanım və digər bizim xanımlarımız vardı. İndi hər birimiz istəyirik ki, daha gözəl görünək. Mənim özüm də məsələn istəyərəm ki, belə üzümdə bir səliqəli bir nələrsə olsun da. Yaş keçdikcə təbii ki, toxumalar zədələnir. Toxumalar, hüceyrələr var ki, onlar dərini sağlam saxlamağa çalışır. Onlar hamısı qocalır, sıradan çıxır. Ona görə onları bərpa etmək üçün təbii ki, özümüz edə bilmərik. Özümüz müəyyən evdə edirik, proseduralar edirik. Amma həkim başqadır da, həkimdir. Bəli, müğənni Mənzurə Musayeva açıqlaması ilə diqqət çəkir. Bizim media xəbər verir ki, o keçirdiyi estetik əməliyyatların sayından bir verilişdə danışıb. 12-13 dəfə əməliyyat keçirdiyini deyən Mənzurə Musayeva maraqlı etiraf edib. Ümumi əməliyyatlarımın sayı 12-13-dür. Və Ajda Pekkan neynəsin? 200-300 keçib. Sonra Madonna, Safi Larin də, Madonna da çox əməliyyat etdirib. Belə Aygün Kazımova neynəsin? Məzurə xanım, deyərdim ki, siz o əməliyyata görə sonuncu sıradasınız. Görək nə ediblər. Bəli, gözəlliklə bağlı nə edirəmsə məndən alınmır. Yəni məndə alınmır. Axıncı əməliyyatdan çox peşmanam. Aldadıldığımı mənə düzgün yol göstərmədilər. Bir daha plastik əməliyyatlar etdirməyəcəyəm deyib, azından bir yoxlayın da, onun sənədini yoxlayın ki, bunun lisenziyası saxtadır, həkim saxtadırmı? Görüntü, bilirsiniz, vizual görüntü bizdə belə bir fikir yaradır ki, hə, bunun üzü gözəlsə, həkimdir də, mənim özüm də olub, baxıram o vizual, üzündə bir qırış yoxdur, burnu kiçik, dodaq var falan, çox səliqəlidir. Deyirəm, bu gözəldirsə, demək bu gözəldə əməliyyat edə bilər, üzümü gözəlləşdirə bilər. Sonra yanlış olduğunu Mənzurə xanım kimi biz də bilirik.